2017-ci ildə C-130 tipli hərbi təyyarə Amerikada qəza etdi. Bu qəza nəticəsində də təyyarənin içərisindəki 16 nəfərin 16-sı da vəfat etdi. Bu qəza ilə 11 noyabrda Gürcüstanda baş verən qəza arasında müəyyən bənzərliklər var. Hər ikisi də C-130 tipli hərbi yük təyyarəsi idi. Hər ikisi də havada parçalandı. Hər iki qəzadan da sağ çıxa bilən olmamışdı. 11 noyabr qəzasında şəhid olan vətən övladlarını görürsüz. Allah hər birinə rəhmət eləsin. Bu qəzadan sonra ortaya müxtəlif fikirlər atıldı. Kiminsə Türkiyə ilə qərəzliyi mi var? Bunu bilərəkmi etdilər? Qəzaya səbəb olan şey pilot idimi? Hava şəraiti idimi? Və sair və laxır. Bunlarla bağlı hələ ki ictimaiyyətə məlumat verilməyib. Amma təyyarənin qara qutusu artıq çıxardılıb və ən doğru cavabı da məhz mütəxəssislər deyəcək. Ümid edirəm ki, qəzaya nəyin səbəb olduğunu mediaya da açıqlayacaqlar və hər kəs suallarına cavab tapmış olar. Sizə 2017-ci ildə qəza etmiş C-130 tipli təyyarənin animasiyasını göstərəcəm. Amma animasiyadan öncə gəlin C-130 tipli hərbi təyyarəni biraz araşdıraq. Bu təyyarənin düz 70 yaşı var, yəni bir qədər yaşlıdır. 1954-cü ildə Amerika tərəfindən yaradıldı və birinci test uçuşunu da 1960-cı ildə həyata keçirdi. Və o devirdən bu dövrə qədər də bir çox ölkələr tərəfindən aktiv şəkildə istifadə olunurdu. Bu hərbi yük təyyarəsi aktiv şəkildə istifadə edən ölkələrdən biri də məhz qardaş ölkə Türkiyə idi. Ortada insanların dediyi müxtəlif məlumatlar var bu təyyarə ilə bağlı. Bəzi insanlar iddia edir ki, bu təyyarə vurulmadığı təqdirdə heç vaxt qəza edə bilməz. İndi birazdan izləyəcəyimiz animasiyada bu ifadələri bir qədər çürütmüş olacağıq. Təyyarələrin qəza etmə səbəbləri əsasən baxımsızlıqdan olur. Videonun əvvəlində dediyim C-130 tipli hərbi təyyarə 2017-də qəza etmişdi və araşdırmalar zamanı məlum oldu ki, 2011-ci ildə təyyarənin pərvanəsində mikro boşluqlar olub və vaxtında bunun üstünə düşməyiblər və qəza da qaçınılmaz olub. Təyyarə Azərbaycandan qalxış edəndən təxminən 1 saat yarım sonra təyyarə ilə əlaqələr tamamilə kəsildi. Tiflisə çatmağına 100 km məsafə qaldığı zaman qəza etdi. İndi isə qəzanın videosuna baxaq. Gəlin indi isə bu bəhs etdiyim animasiyaya baxaq. Təyyarə son hazırlıqlarını edib uçuşa keçir. Bura qədər hər şey normaldır. Bu hissəyə diqqətlə fikir verin. Təyyarənin sol hissəsindəki pərvanələrindən biri qopur və şiddətli bir şəkildə təyyarəyə çırpılır. Təbii ki, bundan sonra baş verəcəkləri anlamaq üçün mütəxəssis olmağa ehtiyac yoxdur. Artıq təyyarənin stabilizasiyası tamamilə pozulub. Burada da motorlar yavaş-yavaş sıradan çıxmağa başlayır. Bundan sonra da təyyarənin gövdə hissəsi qopur və şiddətli bir şəkildə yerə çırpılır.
Gürcüstandakı qəzada da buna bənzər bir hadisə baş vermiş ola bilər. Amma dediyim kimi, ən sonuncu cavabı mütəxəssislər zaten bizə bildirəcək. Allah şəhidlərimizə rəhmət eləsin.